Herkese salamlar. Bugün sizlərlə bərabər deməli qapalılıq, tam və qapalı siniflər haqqında danışacağıq. Tam və qapalı siniflər. Deməli bu diskret riyaziyyatın ən böyük, yəni mövzularından biridir, ən maraqlı mövzularından biridir. Hansı ki burada biz J-Kalkin çoxədlisinin nə istifadə olunur, amma biz onu təbii ki də bakalavr səviyyəsi olduğuna görə deməli çox da dərin getməyəcəyik. Sadəcə biz orada öyrənəcəyik ki, hansı funksiyalar tam, yəni nədir tam funksiyalar, ona baxacağıq. Tam sistem nədir və nədir? Deməli uşaqlar, funksiyanın tamlığı deyəndə nə başa düşürük? Biz bilirik ki, aydındır ki, istənilən məntiq cəbri funksiyası, yəni istənilən məntiq bütün funksiyaları inkar, konjunksiya və disjunksiya vasitələri ilə mükəmməl norma forma şəklində ifadə etmək olar. Və belə də göstərmə şəklində belə göstərə bilərik. Əgər ixtiyari bir hər hansısa bir F1, F2, Fs sinifindən vasitəsilə də düstur şəklində ifadə etmək olursa, yəni bunları düstur şəklində ifadə etmək olursa, ona deyirlər ki, bu tam sistemdir. Məsələn, tam sistemə misal olaraq elə bunu göstərmək olar. Məsələn, bu tam sistemdir. Tam. Bu sistem, tam sistem və qapalı siniflər. Məsələn, gəlin yoxlayaq da görün. Məsələn, bizə bir dənə misal verirsin. Başa salın məntiq nədir? Məsələn, bir dənə h verilsin bizə. Məsələn, x-in inkarı x and y. Deyir, verilmiş sistemin tamlığını yoxlayaq. Gəlin yoxlayaq. Deməli, yoxlamaq üçün mənə bu lazımdır. Bax, bu hissə var. Burada nə çatışmır? Bir dənə bu. X or y. Mən bunu bu içəridəkilərlə ifadə eləməliyəm. İnkar, bir də endlə. Necə ifadə edə bilərəm? Bilirəm ki, bu x-in inkarı and y-in inkarının inkarıdır. İfadə edə bilərəm də belə. Yenə də bu inkarlar ki, x qalacaq. Bu inkar bunu deməli çevirəcək, eləyəcək. Or, y-in inkarının inkarıdır, eləyəcək y. Deməli, verilmiş bu sistem tamdır. 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 Və yaxud da başqa bir misal. Bizə belə bir sinif verir, tam sistem verirsin. X pir soxu y. Oy. X pir soxu y. Deyir, sistemi tamdırmı? Biz bilməliyik ki, deməli, teoremin şərtinə görə, mən burada x-in, deməli, mən istənilən həmin bu funksiyanın, bu tamdırsa, deməli, mən bunu bununla da ifadə edə bilərəm. Bu tam sistemlə ifadə edə bilərəm. X-in inkarı x and y-ilə ifadə eləmək olarmı? Gəlin x-in inkarı bununla ifadə eləyək. Mən bilirəm ki, x-in inkarı pir soxunda belə göstərilir. Şəf eşitçiliyində belə göstərilir. X kimi. Görürsünüz, bunu ifadə eləmək olur. X and y-i də mən belə göstərərəm. Ben yazaram x şəf eşitçiliyi y-in inkarı. Bu inkarı belə paylayaram. X şəf eşitçiliyi y, şəf eşitçiliyi x, y şəf eşitçiliyi. Görürsünüz, ben yenə də alındıra bildim. Deməli, bu da nə olacaq? Tam sistemdir. Uşaqlar, bunlarla biz özümüzü yormayaq. Bəs bunu deməli belə çox, yəni bunu düşün, ay müəllim, bu hardan gəldi, biz onu hardan əzbərləyək? Əlbəttə ki, buna bir qısa yolu var. Hansı ki, tanınmış bir alim olan post teoremindən istifadə edəcəyik biz burada. Post, deməli, bu teoremi ortaya qoyub. Post teoreminə görə 5 sinif var, 5 vacib qapalı sinif var. Bu 5 vacib qapalı sinifdə hansılardır? Deməli, T0, T1, S, M və L sinifləri. İlk öncə bunlar haqqında məlumat verəcəm. Belə tam da bir şey deməyəcəm. Sadəcə siz orada cədvəli əzbərləməlisiniz. T0 0 özündə saxlayan funksiyalara deyilir. Məsələn, mən orada x-dan y-a 0 verəndə cavabı da 0 alım. Məsələn, nə göstərə bilərsiniz? Məsələn, x-in özü. X-a 0 verəndə cavabı 0 alıram, bəli. Başqa da 0 alıram.
Məsələn, x-dan y-i vuranda ya da toplayanda. Toplayanda 0-la 0 0 verir. 0-la 0 vuranda 0 verir. Və yaxud da başqa harda ola bilər? X, XOR, X-da, Y-da məsələn də, indi Y-də. Məsələn, 0-la 0-ın XOR-u bilirəm ki, ekvivalensiyanın tərsi olduğuna görə, əksi, inkarı olduğuna görə cavab eləyəcək 0. Bunları göstərmək olar. Məsələn, T1-ə misal göstərmək olar. X-in özünü. Başqa nə göstərmək olar? Məsələn, 1 verəndə 1 alıram. X-dan Y-ın oru, X-dan Y-ın əndi, X-dan Y-ın ekvivalensiyası, X-dan Y-ın implikasiyasını göstər. 1-lə 1-in implikasiyası 1-dir. Elə bil ki, bu 1-i verəndə 1-lə 1-in implikasiyası 1 olur da. Elə düşünün. Belə. İndi buna aid cədvəllər verəcəm. Cədvəli öyrənəcəksiniz. Sonra S sinifi ən asan sinifdir. Öz-özünə ikili dual sinifi deyirlər. Bu yalnız 2 dənə şey daşıyır özündə. X və X-in inkarını. Monoton funksiyalar isə monoton funksiyalar. Biz riyazi analiz kursundan bilməliyik ki, monoton nə deməkdir? Ya verilmiş sıra artan olmalıdır, ya azalan, ya da sabit. Yəni bir dəfə artıb sonra azalmamalıdır. Yəni dağ şəklində olmamalıdır. Və belə dağ şəklində olmamalıdır. Onlara monotonluq pozur onda, monoton olmur. Bu siniflərdə çox rahatdır. Bu oldu T0, T1, S oldu X-dan X-in inkarı. M isə daxildir nələr? Bax hamısı yəni, bax 0. Burada hətta 0 da 0 daxildir. 1 də daxildir. Yəni çünki 1 verəndə yenə 1 alır da. Bu da daxildir. Hə, M-ə daxildir 0-dır, 1-dir, X-dir. Amma X-in inkarı burada daxil deyil. X and Y-dir, X or Y-dir. Və bunlar olacaq M sinifi. Bu M sinifini də bilmək vacibdir. Son olaraq L sinifinə gəldikdə isə bunlar J-Kalkin çoxhətlisinə baxırlar. Bunlar xətti funksiyalardır. Bunlar J-Kalkin çoxhətlisinə görə baxın belə şəkildə ayrılır. C0 XOR C1 X1 XOR C2 X2 XOR nöqtə Cn Xn şəklində. Burada da XOR var. Buna deyirlər J-Kalkin çoxhətlisi. İndi siz bunu əzbərləməmək üçün bir dənə bunu bilməlisiniz. Hansılardır? Bax 0-dır, 1-dir, X-dir, X-in inkarıdır. X-la Y-ın ekvivalensiyası, bir də XOR-udur. Və bunları bilsəz, sizin üçün hər şey rahat olacaq. İndi gəlin, mən sizin üçün bunları cədvəlini qurum. Siz bunları bir baxın, sonra suallara keçək. Burada olsun funksiyalar. Yəni tam məsələn deyirsiniz ki, müəllim biz onu ayıra bilməyəcəyik. Onda gəl bu post teoreminə görə sən bunu siniflərə ayır. Tap da elə məncə daha rahat. Hə, bir də teoremin şərti də var. Bir də mən bunları çəkim deyəcəm. Qeyd eləyərsiniz. Teoremin şərtinə görə deməli 0 1 1 deməli X-in inkarı X and Y, X or Y. Sonra başqa nə var orada? İmplikasiya var. Ekvivalensiya var. Başqa nə var? Pirsoxun da deyim, şefer ştrixi. Ondan sonra XOR deyərəm, sonra şey deyərəm. Deməli XOR bir də şefer ştrixi də. Bunları oturun öyrən. Yəni bu cədvəli bilməlisiniz. Aha. Yəni cədvəli bilməsəz, əgər bu cədvəli bilmirsə, mən başa düşmürəm. Onda sizin başqa çarəniz onu bu şəkildə ayırmaq olacaq. Məsələn, inkarı bunlarla əvəz eləmək, pirsoxu ilə falan. O da biraz çətindir də. Aha, gəlin bunu birinci biz. Mən plusları daxil olanlar, minuslar isə daxil olmayanlar kimi götürəcəm. Deməli, plus, yəni başqa karandaşla götürək. Sizə tam görünsün də o hissə. Deməli, plus, minus, plus, minus, plus, plus. Başa saldığında necə olur? Minus, 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 plus, minus. Baxaq buna. Deməli, burada minusdur.
Yəni daxil deyirlər də. Sonra pilusdur, 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 minusdur, pilusdur, pilusdur, minusdur. Bunu bilin. Önəmlidir. T1. S sinifdə dediyim kimi yalnız və yalnız x və x-in inkarı daxildir. Qalan hər şey çıxdı orada. Belə buyurur. M sinifinə də x-in inkarından başqa, bir də bunlardan başqa da təbii ki, bunlardan başqa hər şey daxil. Bir də mən bunu silim. Plus. Bunlar daxil deyirlər. Yəni bunlar daxil deyirlər. L sinifdə çox rahat sinifdir valla. Yəni 4 dənəsini qabaqına plus qoyursan, öyrənmək istəsən. Bir də yada sal, ekvivalensiya ilə deməli x orada plusdur da, qalanlarında minusdur. Bu da olur sənin post teoremini. Yəni bunu post çıxardıb da bu cədvəli öyrənmək lazımdır. İndi isə gəlin bir neçə misal nümunələrə baxaq, bunlara aid öyrənək də tam. Deməli post teoreminə görə teorem belədir. Teoremin şərti ödənməlidir. Verilmiş sistemin tam olması üçün heç bir sinifə daxil olmamalıdır. Heç bir sinifə tam tam daxil olmamalıdır. Qoy yazım. Tam daxil olmamalıdır. Olmamalıdır. Məsələn, misal nümunə. Bu cədvəlimiz də olsun. Elə mən gəlin bu cədvəli kopyalayım. Atım aşağıya ki o burada o burada qalsın. O burada qalsın. Biz də buradan misalımıza baxaq. Misal 1. Misal 1. Yəni bunu biraz da uzunladım. Misal 1. Verirsin belə bir sistem. Belə bir sistem. Deyir verilmiş bu sistemin tamlığını yoxlayın. Gəlin yoxlayaq. Çox rahatdır əslində. Deməli bizə verilmiş bütün hər bir şeyi çəkirəm bura. X-lə inkarı or y, XOR y və 1. Burada siniflər qeyd edirəm. T0, T1, S, M və L. Və L. Aha. Baxaq görək nələrə daxildir. Baxaq, x-in indi uşaqlar burada bunu gəlməsi üçün belə verim. Bu biraz çətin olacaq da x-in inkarı olanda. Belə olsun. X və y. X and y T0-a daxildir. T0-a daxildir plus. XOR daxildir, daxildir. 1 daxildir, xeyr. Deməli bu bir sinif T0-a daxil olmadı. Tam daxil olmadı. Deməli birinci T0-da ödəndi. Tam daxil olması üçün bu da plus olmalıydı. Amma tam daxil deyil. Çıxma var. Hər hansısa bir sinifdə bir dənə çıxma olmalıdır teoremə görə. Minimum bir dənə ya da hamısı çıxdı ola bilər. T1-ə baxaq. T1-də görək bunu alır. Bəli, alır. Baxa bilərsiniz. T1 sinifdə bu plus qoymuşam. XOR-a baxaq. XOR almır. O T1-ə aid deyil. Və biri də alacaq mütləq. S-də bu yoxdur, bu yoxdur, bu da yoxdur. S-ə heç daxil deyil. M-də bu var. XOR yoxdur. Bu da var. L-də də bu yoxdur. Bu var. Bu var. So. Deməli heç bir sinifə daxil olmadığına görə bax M sinifinə daxil deyil buna görə. L sinifinə buna görə daxil deyil. S sinifinə heç daxil deyil. T1-də buna görə, T0-da buna görə. Verilmiş sistem post teoreminə ödədiyinə görə tam sistemdir. Tam sistemdir. Tam sistem. Aha, gəlin başqa bir misala baxaq. İkinci misalımıza. Məsələn, olsun x ilə y-in implikasiyası x bir çoxu y və 0. Deyir, tamlığını yoxlayın. Tamdır mı sinif? Yenə gəlib bunu çəkəcəksiniz. Bunu qoyacaqsınız və 0 yazacaqsınız. Olduğu kimi T0, T1, S, M və L. Və L.
Sonra gəlib cədvəli doldurursunuz. Görək olacaqmı? X-in Y-in implikasiyasına T0-a daxil deyil. T1-ə daxildir. Bax belə T1-ə daxildir. Buna daxil deyil, deyil. Elə də daxil deyil. Sonra pir soxunda daxil, pir soxu heç nəyə daxil deyil, bəli. Bir dənə şey də daxil deyil, bu da. Şefferstrix da daxil deyil. Bu ikisi heç nəyə daxil deyil. Daxil deyil. 0. 0 yalnız 0-a daxildir. Bir də M-dən L-a daxildir. Yenə də gördüyün kimi heç bir sinifdə 3 dənə plus yoxdur. Ona görə verilmiş sistem tam sistemdir. Tam sistem. Gəlin sonuncu olaraq tam sistem olmayanlar əsasən yəni ki 3 dənə plus olanlardır. O da yoxdur da demək olar ki. Məsələn tam sistem budur. Tam olmayan sistemdən söhbət gedir. Tam olmayan, tam sistemdən yox, tam olmayan. Məsələn X olsun. Məsələn X hər bir sinifə daxil olduğuna görə tam sistem deyil. Və görsən X hər bir sinifdə var. Ona görə tam sistem deyil. X-in elə özü tam sistem deyil. Əgər X yalnız verərsə, bu tam sistem deyil. Çünki hər birində plus var. Tam sistem deyil. Və beləliklə də siz bu cədvəli bilərək bunların tamlığını öyrənə bilərsiniz. Və beləliklə biz bu günlər sizlərlə bərabər deməli qapalı siniflər haqqında öyrəndik. Qapalı siniflər haqqında deməli əsanslaşları öyrəndik və post teoremini öyrəndik. Və beləliklə biz sizlərlə bu günlər diskret riyaziyyatın ikinci mövzusunu bitirdik.